biz bu nəticəni başqa yerdə ala bilməzdik. Ancaq sizin köməyinizlə biz bu nəticəni 4 ayda aldıq. Bu günləri Akif balamızla bağlı çox gözəl bir xəbər eşitdim. Çox sevindim. Bilirəm ki, sizin də bir valideyn olaraq sevincinizin həddi-hüdudu yoxdur. İstəyirəm sizin o fikirlərinizi valideynləriniz də eşitsin. Oğlum çox qəşəng, yaxşı irəliləyir. Yəni bu qədər irəliləyişini gözləmirdim belə tez zamanda. Yəni 4 ay çox qəşəng irəliləyir. Bütünləmədə Jayla müəllimə və Gültəkin müəllimə psixologiyada çox yaxşı oğlumla məşğul olurlar. Hətta o danışmağa da başlayır. Yəni mən gözləmirdim danışmanı 3 yaşın tamamına qədər. Dedim ki, yəni bu hələ 3 yaşın tamamına qədər sadəcə bütünləmə psixologiyaya getsə, hələ danışması mənim üçün yetərli olur. Çünki çox geridə idi. Yəni danışmanı belə hələ gözləmirdim. Amma indi görürəm sözləri də deməyə çalışır, yamsılayır da, fikrini də deməyə cəhd eləyir. Hətta o gündən bir videosunu gördüm. Müəllimənin dediyi cümləni eynən təkrarladı. Akif, hoppa. Akif, hoppa. Həm təkrarlayır, artıq həm dialoq kimi də qurmaq istəyir. Yəni biri var sadəcə həm təkrarladığını görürəm, həm də dialoq da qurmağı. Həm anlama çünki anlama qavrama irəlilədi. Çox yaxşı. Yəni biri arada oldu, xəstələndi, amma ki, yəni mütəmadi gələndə 4 ayda çox yaxşı nəticə aldıq. Yəni yenə də inşallah gəlməyə davam edir. Çünki mən bilirəm hələ səbirlə lazımdır ki, hələ daha da istədiyim şeyə çatdım. Yəni hələ çox yolumuz var. Pedaqoji köməksiz, yəni biz bu nəticəni başqa yerdə ala bilməzdik. Yəni başqa cür ala bilmərik. Ancaq pedaqojinin köməyi ilə, sizin köməyinizlə biz bu nəticəni 4 ayda aldıq. İnşallah yenə də alacaq.